Növbəti il üçün dövlət büdcəsindən ödənişsiz hüquqi yardım üçün 9 milyon manat pul ayrılıb. Bu barədə fikri vəkil günü münasibətilə Vəkillər Kollegiyasının üzvlüyünə yeni qəbul olunan vəkillərin and içmə mərasimində səsləndirilib və eyni zamanda bildirilib ki, təkcə 2025-ci il ərzində 42 deputatın təşəbbüsü ilə pulsuz hüquqi yardım aksiyaları keçirilib. 9-u Bakı şəhəri, 33-ü isə regionlarda təşkil edilən aksiyalarda ümumilikdə 1000 nəfərə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib. Bugünkü and içmədən sonra artıq ölkədə 2836 nəfər vəkil fəaliyyət göstərir. İlk dəfə olaraq tariximizdə bu sayda Azərbaycan vəkili fəaliyyət göstərir və vəkillərimiz tək Bakı şəhərində deyil, regionlarda da fəaliyyət göstərəcəklər. Artıq gələn il üçün proqnoz verə bilərik ki, vəkillərin sayı 3000 rəqəmini ötəcək. Növbəti illər üçün əsas hədəfimiz vəkillərin peşə hazırlığının daha da artırılmasıdır. Önümüzə gələn il vəkillik fəaliyyəti adlı yeni dərslik işığı görəcəkdir. Bu da hüquq tariximizdə ilk olan belə bir dərslik olacaqdır.